Əziz qardaşlar, dəyərli müsəlmanlar, ixlaslı olmaqla imanlı olmaq arasında demək olar ki, heç bir fərq yoxdur. İxlası zədələyən, ixlasın ziddi olan əməl riyadır ki, Allah üçün deyil, başqaları üçün əməl etməkdir. Riya insanın kirlərindən, bədənin kirlərindən hesab olunur, mənəvi kirlərdən hesab olunur və bu kirlərdən təmizlənmənin yolu kirləndiyinə inanmaqdan keçir. Əgər sənə alqış dolu sözlər söyləyirlərsə, tərifləyirlərsə və sən də bunu özünə bir bəzək kimi görürsənsə, kir kimi görmürsənsə, sənin təmizlənmənin çox çətindir. Riya özünü müxtəlif formalarda göstərir. Onlardan biri də şöhrətdir. Şöhrət insanın ən zəif damarıdır. Məhz bu şöhrət duyğusu səbəbilə insan çox zaman dostluqlardan olub, qohumluqlardan, yoldaşlıqlardan, ailəsindən olubdur, hətta axirətindən belə olubdur. Demək ki, insanın əbədiyyatını puç edən bir əməldir şöhrət duyğusu. İnsandakı şöhrət duyğusunun belə qabarıq olmasının başlıca səbəbi ondakı mən duyğusundan irəli gəlir. Yəni, insan özünü o qədər sevir ki, başqalarının da onu özü qədər sevməsini istəyir. Halbuki bir mömin öz nəfsinə əmr edə bilməyi bacarmalıdır. Nəfsi ilə mübarizə edə bilməyi bacarmalıdır. Əgər nəfsinə əmr edə bilmirsə, o nəfsi ilə mübarizə apara bilmirsə, onun ibadət etdiyi öz nəfsi olacaqdır. Demək ki, bizim qəlbimizdə bir mən duyğusu vardır və ondan qurtulmasaq, o bizi əsas hədəfdən yayındıracaqdır. İmam Qazalinin gözəl bir sözü var. Deyir ki, vəlayətin müntəhası, yəni Allaha yaxın bir dost ola bilmənin zirvəsi özündəki heç bir kamalı görməməkdir. Yəni, insan adətən bütün yaxşılıqları böyük bir əməl kimi görür. Halbuki insan etdiyi yaxşılıqları görməməlidir. Etdiyi pisləri görməlidir. İnsan etdiyi yaxşılıqların qarşısında bəzən təvazökar kimi davranır, amma əslində özünü dünyanın mərkəzində hesab edir. Halbuki insan torpaq kimi zillət libasını geyməyə çalışmalıdır. Yəni, məsələn, biz bütün pislikləri torpağın üzərinə atırıq, lakin Allah Teala o torpaqdan cürbəcür, gözəl-gözəl güllər, çiçəklər, gözəl-gözəl meyvələr yetişdirir. İnsanın mənəviyyatında da belədir. Riya, ixlasın ziddi olan riyaya eyni zamanda şirk-i əsğar deyilir, yəni kiçik şirk deyilir. Yəni, riya ibarətini göstərmək deməkdir. İnsan bəzən ən xəlvət əməli olan şeylərdən belə digərlərinin də xəbərdar olmasını istəyir. Məsələn, gecə ibadəti kimi gizli ibadətindən digərlərində xəbərdar olmasını istəyir. Halbuki insan bu cür əməlləri sırf Allah rizası üçün etməlidir. İki sahabə bir-biri ilə rastlaşırlar və bir sahabə deyir ki, axşam o gecə yarısı olan o səsi eşitdinmi? Digər sahabə də, bəli, mən o zaman oyaq idim və o səsi eşitdim deyir. Sonra onlar ayrılandan sonra təkrar o sözü söyləyən, cavab verən qayıdır deyir ki, mən sənə oyaq olduğumu söylədim, lakin o zaman mən ibadətlə məşğul deyildim, mən zikirlə məşğul deyildim. Yəni, bizlər bəzən etmədiyimiz bir şeyi göstəriş olaraq söyləyirik, amma səhabə ən kiçik bir şeylərdə riyadan uzaq olmağa çalışırdı. Şöhrətdən, alışlardan uzaq olmağa çalışırdı. Mənaqib kitablarında insanın riyadan necə uzaq bir həyat yaşaya bilməsi üçün yumor hissi ilə dolu mənaqib kitablarında əhvalatlar anlatılır. Məsələn, dərvişin biri bir gün məscidə gəlir, namaz qılır, ondan sonra gələn insanlar baxır, görürlər ki, o necə də uzun-uzun səzdələr, rükular, qiyamda uzun müddət durur və kənardan ona deyirlər ki, necə də təqvalı bir insandır, necə də uzun səzdələrlə ibadət edir. Bunu deyəndə həmin dərviş çevrilir onlara tərəf deyir ki, hələ siz mənim oruclu halımı görməmişsiniz. Dolayısıyla bu yumor hissi ilə onlardan gələn o üç pisini, yəni özünü bəyənmişlik halını, riya hissini aradan qaldırmağa çalışır. Həmçinin yenə bir imam, gözəl səsli bir imam əzan verir, ondan sonra keçir namaz qıldırır. Hər kəs o namaz bitəndən sonra
necə təqvalı bir imamdır, necə də gözəl səsi var deyərək alqışlayırlar onu. O isə yenə yumor hissi ilə özünə gələn o riya hissindən uzaqlaşmaq üçün, ixlasda qalmaq üçün nə deyir? Deyir ki, siz hələ mənim dəstəmazlı namaz qıldırmağımı görməmişsiniz. Dolayısıyla insan bəzən bir bal kimi şirin gələn ona sözləri əslində bilməlidir ki, bunlar zəhərdən də acıdır və bu cür sözlərin qarşısına daim mübarizə aparmalı, nəfsi ilə mübarizə aparmalı, nəfsinə əmr verməyə bacarmalıdır. Tabiin dövrünün salih insanlarından Əsəd ibn Yezid bir gün bərk xəstələnir və dövrünün mötəbər insanları onu ziyarətə gəlirlər. Bunların içərisində İmam Əbu Hanifənin müəllimi olan Əlqamə də olur. Görürlər ki, möhkəm titriyir və deyirlər ki, sən günahların qorxusundan mı belə titriyirsən? Yəni, tərəfləyirlər onu. O isə nə günahların qorxusundan, mən dünyadan imansız köçməyindən qorxuram. Yəni, bizlər bəzən bir əməl işləyərkən onu şişirdirik, amma bu cür insanlar nəinki günahlarından qorxurlar, dünyadan imansız köçməlindən daim əndişə ediblər. Sahabe-i kiram kimi, Həzrəti Ömər radiyallahu anh kimi nə deyirdi? Ey Hüzeyfə, görürsən, mən də münafiq oldum deyərək narahatsızlıq keçirirdi. Allah qüdsü bir hədisdə buyurur ki, İzzətimə and olsun ki, mən eyni anda quluma 2 əminlik vermərəm. Yəni, qul həm dünyada günahlar işləyəcək və Allahın rəhmətini umacaq və eyni zamanda Allahın huzuruna qiyamət günü çıxdıqda orada da bir əminlik yaşayacaq, belə bir şey yoxdur. Həzrət Əbu Bəkr radiyallahu anh'ın duasıdır. Ya Rabbi, kaş ki məni ot olaraq yaradaydım bu dünyada. Bizlər isə biz 5 vaxt namazımızı yarım yamalaq qılırıq. Ayda 4 dəfə cümə namazına gəlirik. Onda gələndə də ya məsciddə qüsur axtarırıq, ya imamla qüsur axtarırıq, ya məsciddəki qardaşlarımızdan bir qüsur axtarırıq. Özümüzü isə cənnətin tam mərkəzində hesab edirik. İmam Əbu Qeys Əs-Səmərqandi riyadan qurtulmaq üçün gözəl bir metod işlədir və deyir ki, namaz qılarkən sanki bir çobanın qoyunlarının yanında qıldığı namaz kimi qıl. İnsan elə bir yerdə necə ona riya gələ bilər ki? Və təsavvuf kitablarında belə bir söz var. Riya bataqlığına qurtulmanın yolu hər kəsin ayağını öpməkdənsə bir sultana itaət etməkdir. Yəni, hər kəs səni bəyənsin deyə, hər kəsin gözündə yaxşı görsənəsən deyə onların arxasına getməkdənsə bir Allaha itaət etməkdir əsasında. Əgər sən hər şeyin sahibinə qulluq etməyəcəksənsə, hər şeyə qulluq etmək məcburiyyətində qalacaqsan. Çox maraqlıdır ki, insan riya ilə namaz qılır və bunu ibadət olaraq zənn edir. Yəni, günah işləyir, əslində günahını savab olaraq düşünür. Bu necə də imanlı və əxlaqlıdır, bəzən hər birimiz üçün söyləyirlər. Necə də imanlı, təqvalıdır söyləyirlər və bu sözlər bizə daim xoş gəlir. Halbuki bu sözləri özümüzə zəhərdən də acı bilməliyik, dəyərli qardaşlar. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, şirk ümmətimin arasında gecə qaranlığında qara daşın üzərində yeriyən qarışqanın ayaq izlərindən belə gizlidir. Riya da kiçik şirk sayıldığı üçün bir müsəlman daim riya ilə mübarizə aparmalıdır. Namazda barmağımızın içində kiçik bir yer qədər əgər nezasət olarsa, bədənimizdə və ya paltarımızda bu namazın batil olmasına gətirib çıxarır. İnsan riya ilə namaz qılır, buna görə narahat deyildir. Bəzən bir insan yaxşı əməl işləyərkən ona gözəl sözlər söylənir və o da təvazökarlıqla, əstəğfirullah, mən heç buna layiq deyiləm deyir. Amma adamın başqa əməllərinə baxırsan, görürsən ki, sən demə bu təvazökarlıqla söylədiyi sözləri əslində riyakarlıqla söyləyilmiş. Uhud döyüşündə müsəlmanlar tərəfindən Kuzman adında bir nəfər də döyüşür və o döyüşdə
çox qəhrəmancasına döyüşür. Sahabə deyir ki, ya Rasulullah, baxın Kuzman bizə də qəhrəmancasına döyüşür. O 9 kafiri cəhənnəmə yola saldı. Peyğəmbərimiz buyurur ki, o cəhənnəmlikdir. Sahabə təəccüb qalır. Biraz sonra Kuzman ox yağışı ilə bərk yaralanır. Hər kəs onun yanına qaçır və deyir ki, salam olsun ey şəhid sənə. Sən Rəbbinin yanına dönəcəksən dedikdə, o isə nə şəhid, nə Rəbb, mən Mədinədəki xurmalıqlarım uğrunda döyüşürdüm deyir. Demək ki, zahirdə insanlar bəzən məsələn cihad kimi bir meydana çıxa bilirlər, amma daxildə əslində niyyətləri tamam fərqlidir. Və son olaraq dəyərli qardaşlar, Allah Resulü sallallahu aleyhi və sələmin bir hədisi ilə xutbəmi sonlandırmaq istəyirəm. Ümmətim haqqında 2 şeydən qorxuram buyurur. Birincisi gizli şiş, digəri isə gizli şəhvətdir. Sahabə sorur ki, ya Rasulullah, səndən sonra da insanlar ümmətin Allahdan başqasına ortaq qoşacaqlar. Allah Resulü buyurur ki, onlar günəşə, aya, bütə ibadət etməyəcəklər. Lakin ibadətlərini göstərişlə edəcəklər. Allah Teala bizləri bu bəladan qorusun, riya bataqlığından qurtarsın, bizi ixlaslı ibadət edən təqvalı qullarından etsin. Amin.